Marketten gelmişik. Böyle büyük bir şey almamışım. Yadımdan çıkan çok şey oldu. Xiyar götürdüm. 4 manat. Kilosu 3.49. Güverti götürdüm. Kartof götürdüm. Kartof 2 manat 27 qəpik. Kartof heç qəşəng deyildi də. Məcburiyyətdən pazara gitmək istəmədim. Qəşəng pomidor götürdüm. Pomidor qəşəngdən. O da 4 manat idi. Soğan götürdüm. Bir de köçüş götürdüm. Börek falan istəyirəm. Bugün yox. Lavaş yadımdan çıxdı, biber yadımdan çıxdı. Mən ümumiyyətlə fikirləşirəm, bunu alacam. Marketə gedəndə yadımdan çıxıram da yoldaşım tələsdirir məni. Qoy günaha onun üstünə atım da. Ona görə belə olur. Demək qızlar, əslində beynimdə qəşəng belə yemək kombinləmişəm də. Qəşəng beynimdə kombinləmişəm qəşəng yemək. Görün, əgər mən istədiyim kimi alınacaq. Kök götürdüm. İndi bunu soyum qəşəng. Xırda edəcəm. Qəşəng. İçinə noxudum var, hazır pişmiş noxud. İstəyirəm, hazır pişmiş. Noxud da əlavə edeyim. Hayca. Mənim sizə qabım var əslində. Olsun ki, hər dəfə qorxuram ki, sizə ağırlıq eləsin. Ne belə ağırlıq eləyək deyə onu taxmıram. Soğan da daha məcburiyyətdən aldım. Qazanın günlüyünü xoşlamıram. Məcburiyyətdən aldım. Amma yəni ki, heç kartof soğan yenə alması bir şey deyildi. Qiyməti baxadı. Onun altında durmaq istəyir. Gerek maska falan. Mən əvvəl subay vaxtı falan özümə çox baxırdım. Maskalı edirdim falan pişmişəm. Ayrı həyat qurandan sonra həm çox pis kökəldim. Həm də ki boşladım özümü, çox boşlamışam. Gerek özümə baxım. Belə olmaz. Ha deyirəm. Bax məsələn gecə yatıram. Səhər məsələn plan qururam ki, səhər durub onu eləyəcəm. Özümə elə baxacam, belə baxacam. Səhər ki yadımdan çıxır. İnsan gerek özünü sevsin, dəyər versin. Prosto ki tembel olmasın gerek insan. Ama da çok tembel. Belki aldığım pomidordan da koyacağım. Böyle bir yolda kartofu da soyuyorum. Kartof. Aldığım kartof belədir. Təzə kartof görmədim. Təzə kartof görsəydim, qəşəng alardım, airfryerdə ilə yerdim. Lobiya istəyərdim. Mən yediyimi yoldaşım yemir. Yoldaşım yiyən, heç mən yeyə bilmirəm də, o ət, ancaq ət olsun. Mən çox elə ətçi bir insan deyiləm. Ətimlə çox aram yoxdur. İndi görək, qəşəng. Buğlama eləyə bilərdim əslində. Prosto yoldaşım buğlama yemir də. Soğansı eləyəcəm, kök atacam içinə. Ətini atacam, qovuracam. Kartofunu töküb qovuracam, bir də ətini töküb qovuracam. Biraz su əlavə edəcəm. Qoyalım biz. Kərə yağını da çıxardım ki, kərə yağını pişirim. Elə xoşum gəlir ki, ibrət, yəni ki, çox həsrət taparım da. Yəni, mənim atam da çox seçici idi, anam çətinlikcə. Qardaşım da seçicidir. Və bəxtim, qaynatam çox gözəl insan idi, o heç nəyə seçməzdi. Yoldaşım ona yox, çox seçicidir yemək barəsində. Onu yemirəm, bunu yemirəm, makaron yemirəm. Əvvəl makaron yerdi, heç indi onu da yemir. Düyü yeyir yox, düyünü yeyib. Hər gün düyü yemək olmaz axı. Bunlar qəşəng yeyir. Mən həmişə isti su yeyirəm ki, mikroblar tutdur. Demək qızlar, indi qazanımı hazırdır, elə qoymuşam, yumuşam içində. Zərət qoymuşam, telefonu çox peşman oldum bu telefon almağıma. Mən niyə iPhone almadım, hələ də onun peşmanlığını çəkirəm ki,
çəkilişə falan iPhone yaxşıdır. Gələ iPhone alardım çox. Ki səhvlik elədim. Görüm hələ. İndi öncəliyim Airframe istəyirdim, Airframe aldım. İndi paltaryanı dəyişmək istəyirəm. Paltaryanı dəyişəndən sonra kondisionerdən də sonra gözümə iPhone alacam. Onun üçün də iPhone 16 falan qiyməti düşər. Düşüb əslində. Prosto ki, elə çox həvəsli deyiləm də telefon. Samsung bir şey yaxşıdır ki, daş duyəndir. Zərət qapalan baxmam. iPhone ona yox. iPhone ancaq görünüşüdür. Bir də çəkilişi. Soğanı qoyaq qovrulsun, dönsün. Kökü necə doğrayım? Yumru doğrayım da. Yumru doğrayım tutursun. İstəyirəm iri doğrayım. Soğan çox olacaq. Qış soğanı acı olur, çox acı. Gözlərim çıxdı. Wi-Fi'mizdə də problemlər yaşlı inşallah. Bugün bazar günüdür. İnşallah gəlib verici götürəli arada qaldıramaz. Hə qızlar, soğan tutardım. Belə ediyorsun, belə. Belə edeyim. Belə edeyim. Dur. Bəs eləyir. Belki kök atmaram içine. Kök yemeği at değil. Ben hoşluyorum yemekte. Arabası yemeği hoşluyorum. Böyle kapları böldüm. Tencereni atayım kombiyanı. Videomu dayanıtırmıştım. Kartopu da böyle devirəm. Çünki ətədə ölçüdə deyirəm. Bir iki bugün baxacağım. İstifadə edəcəm. Bizdə qovurdum, suyunu tökdüm. Belə heç yadımdan çıxmasaydı yaxşı olardı. Belə olsaydı laf əla olardı. Belə indi ağzını oturam. Qoyacağım qaynamağa. Qəşəng asfaltda qaynasın. Qızlar, bu video aprelin ayının axırları çəkilib. Amma yenə də havalar hələ tam düzəlməmişdi. Amma yəni əvvəlki şaxtalar olmayacağına görə mən başladım qışlıqları yığmağa. Birinci yoldaşımın paltarlarını yığdım. Yoldaşım həmişə deyir, mənim paltarım yoxdur. Amma baxırsan ki, o yəni qışlıqlar yığılanda paltarlar çox olur. Həmişə mənə deyir ki, sənin paltarın mənimkindən çoxdur. Amma ki, o məsələn gündəlik çölə çıxır. Onun paltarları daha çox. Mən elə çox çölə çıxmadığım üçün mənim paltarlarım onun paltarlarına nisbətən daha təzə qalır. Belə. Bunu maraqlıqdan almışdım ama mən bir dənə üçün gətirmişdim. Gördüm ki, yaxşıdır. Sonra demişdim ki, mən bir neçə dənə al, yəni keyfiyyətlidir. Belə. Demək qızlar, yoldaşımın paltarlarını qatladım, yığışdırdım. Sonra isə öz paltarlarıma keçdim. Özüm üçün belə neftçilərdən markalar almışdım. Köynəklərin falan altına giyməyə. Belə. Bunu 5 manat almışdım.
2 dənə aldım bunu. Bunun bu rengindən də aldım. Bir də istək. Balıqlı markaya uyğun. Bir şalvar almışdım. Kombat. Aşağı saçılırdı, yıxılırdı. Bunu da 15 manata almışdım. Kızlar bunları yığdım bura ki yıldızım gələndə qaldırıb yuxarı qoyar. Bugünlük bu qədər qızlar. Sağ olun, sağlıqla qalın. Hələlik görüşənədək. Hələlik.